Bir dəqiqə Rəstum bəy zəng eləyir. Alo. Salam Qurban bəy. Salam Rəstum bəy, xoş gördünüz siz. Mən təşəkkür edirəm. İzləyiciləri də salamlayıram. Üzr istəyirəm belə növbədən kənar müdaxiləm üçün. Sadəcə o uşaqları göstərdi. Valla sizin belə saflığınıza mı deyim, səmimiyyətinizə mi, yoxsa sadəlövlüyünüzə mi təəccübləndim? Ya siz düşünürsünüz ki, Azərbaycanda 100 minlərlə uşağı ac, susuz, yoxsul, pulsuz, təhsilsiz qoyan bir hakimiyyət Suriyadakı 13 uşağa sahib çıxacaqdır, Azərbaycanlı uşağa. Rəstum bəy, bu kinoya mən də baxmışdım. Bu kinoya mən də baxmışdım. Dedim, bəlkə bu dəfə daşı qaldırdı da, neyini? Yox, qaldıra bilməyəcəkdir. O kinoya təkrar baxmaqla düzəlmir vəziyyət. O kinonu bitirmək lazımdır. Qurban bəy, bu günlərdə Azərbaycan dövlətinin rəsmi statistika komitəsi məlumat açıqlayır. Deməli, ölkədə 5 ildə 88 min insan kişi təkcə pensiya yaşına çatmadan, yəni 65 yaşa çatmadan dünyasını dəyişir. İldə təxminən aşağı yuxarı 20 min eləyir. Azərbaycanda hakimiyyətin verdiyi rəqəmə görə həyatın orta uzunluğu 74 yaş yarımdır. Neçə? 74? Olmaz elə. İndi olar olmaz demirəm mən. Mən rəsmi statistika istinad edirəm. Və ildə dünyasını dəyişənlərin təxminən ortalama sayı, mən bu işləri araşdırmışam, ona görə belə rahat deyirəm, təxminən 45-48 mindir. Yəni, 20 min adam kişi təkcə, hələ qadınlar var burada, 65 yaşına çatmadan ölür. Hesab edək ki, qadınlar az dünyasını dəyişir, kişilərlə müqayisədə. Qoy 10 min də bu olsun, 30 min. Və sual olunur ki, 48 min insan ildə dünyasını dəyişirsə, bunun içində qəziyə düşənlər var, bunun içində ağır xəstəlikdən 30 yaşında ölənlər var, bunun içində uşaqlar var. Ölüm statistikası ümumidir. 74 yaş yarım hardan çıxdı? Necə alındı bu? İndi mən sizə başqa bir şey deyəcəm, Qurban bəy. Baxın, bu şeyləri danışırıq deyə, bunlar baş aldatmaq üçün belə statistikalar yayırlar. Mən demişəm axı, o parlamentin tribunasından, yəni Azərbaycan Xalq Parlamentinin və bu efirdən danışılan hər şeyi oturub türkü kimi izləyirlər. Bu ifadəmə görə üzr istəyirəm bütün türkü sevərlərdən. İndi Qurban bəy, başqa bir məlumat deyirəm sizə. Bugün İlham Əliyev fərman imzalayıb, ölkədə əhalinin siyahıya alınması həyata keçiriləcək. Bilirsiniz nə var? 29-cu ildə. 29-cu ildə? Bir çox insan düşünə bilər. Bəli. Bəli, 26-cı ildə ölkənin prezidenti olduğunu güman eləyən adam fərman imzalayıb ki, 29-cu ildə Azərbaycanda əhalinin siyahıya alınması həyata keçirilsin. Bu da bir psixoloji metod, təsir metodu ki, güya bu xalqa demək ki, mən qalacağım hakimiyyət. Bəli, 29-cu ilə qədər hakimiyyətdə qalacaq. Məhz demək istədiyi budur. Bəli. Biz hələ bu ilin axırına çıxaq, baxaq görə sən harada olacaqsan. 29-u sonra müzakirə eləyərik. Qurban bəy, Azərbaycanda həqiqətən antibəşəri bir hakimiyyət mövcuddur. Bəli. Bu hakimiyyətin Azərbaycan xalqına münasibətində birinci, ikinci və sonuncu yer tutan bir his var, nifrət. Düşmənçilik, nifrətdən doğan düşmənçilik. O münasibət budur. Və siz gözləyirsiniz ki, o uşaqlara sahib çıxacaqlar. Və o Türk qardaşımız belə sadəlövhcəsinə düşünür ki, o uşaqlara sahib çıxacaq. Yox, onu eləməyəcəklər. Onu eləsəydilər, eləyərdilər. Onu niyə eləmirlər? Çünki o uşaqları gətirdin ölkəyə,
Onlar ən azı anaları var da, onları aparıb uşaq evinə verə bilməyəcəksən ki, orada başlarına bir oynasınlar. Onları evlə təmin eləməlisən, onlara bir müəyyən vəsait ayırmalısan. Bir ölkədə pensiyaçıları 150 bin pensiyaçını pensiyadan məhrum eləməklə bunu öz uğuru kimi təqdim edən hakimiyyətdən siz gözləyirsiniz ki, onlar Suriyadakı, nə bilim İraqdakı, nə bilim başqa yerlərdəki Azərbaycanlıları gətirib onlara qayğı göstərəcəklər, onları himayə edəcəklər, eləməyəcəklər. Əlinizi üzün bu şeydən. Bunlarla yalnız və yalnız anladıkları dildə danışmaq lazımdır. Mən üzr istəyirəm, əvvəllər sizi buna görə çox qınamışam. Çünki bunların davranışı düşmənçilikdir. Bunun başqa adı yoxdur. Bütün qərarlar, bütün fərmanlar, bütün sərəncamlar onun mahiyyətinə və onun icra yollarına baxanda görünür ki, birbaşa xalqın əleyhinə yönəlir. Buna görə özünüzü yormayın, heç bir şey eləməyəcəklər. Əgər o uşaqları ölkəyə gətirmək istəsəydilər, ünsiyyət olubsa, təmas olubsa gətirməliydilər çox da. 6 ay bundan qabaq əlaqəni kəsblər. Və salam da, bu deməkdir ki, Atıblar belə də ölümün. Bəli, atıblar taliyin ümidini. Baxırsan, gül kimi uşaqlardılar. Onlar gəlib oxuyub, işləyib, ölkəsinə, yurduna, özünə xeyir verə bilər. Nə bilirsiniz, bəlkə sabah uşaqların bir böyüyüb bir həkim olacaq, müəllim olacaq, alim olacaq. Bəlkə onlardan biri olduqca istedadlı bir uşaqdır. O sabah bir kəşf eləyəcək. Amma bu uşaqlardan Azərbaycanda 100 minlərlədir. Ki, onlar adicə təhsil almaq imkanından məhrumdular. Ona görə ki, onların məktəbə geyimi yoxdur. Onların məktəbə ailələrinin çanta almaq imkanı yoxdur. Siz bu hakimiyyətdən mərhəmət gözləyirsiniz. Bugün Azərbaycan hakimiyyətinin 56 medialarının birində rayonlardan birinin, Bakı rayonlarından birinin icra başçının müavini bir xanım məqalə yazıb. Mən özüm məcbur eləyib o məqaləni oxudum. Həsət bilirəm ki, bunların yuxarıdan aşağı yerarxiyada oturanların hamısı zibildir, adam deyil onlar. Xahiş edirəm, Ərəstümə təhqir eləməyin. Xahiş edirəm, efirdə çox Zibili təhqir eləməyəcəm bundan sonra, söz verirəm. Abi, görürsən də mən vaxtla danışanda mənə irad bildirirdim. Yadıma gəlir. Hamı belədir, sonra da deyilə vurmasan düz deyilmişsən. Siz daha çox sözlər işlədirsiniz, ona görə deyirəm Qurban bəy. Təsəvvür eləyin, mərhəmətdən bir uşağın taliyindən yazır, zorakılığa məruz qalmış bir uşağın. Bunu oxuyan sadəlöv insan, hansısa bir ziyalı, çox da belə proseslərin dərinliyinə varmayan bir insan, yəqin oxuyanda düşünür ki, ilahi, bu necə mərhəmətli bir hakimiyyətdir. O məqaləni tərcümə eləyib, bəli, o məqaləni tərcümə eləyib Amerikalıya versən, gözü yaşarar. Ki, dünyada belə hakimiyyətlər varmış. Görün, bu hakimiyyətin nümayəndəsi nə yazır. Bunlar bu xalqı doluyublar. Açıq-aşkar doluyublar. Bunun başlığı yoxdur. Üzr istəyirəm, bunları demək istəyirdim. Təşəkkürlər, var ona Ərəstümə. Çox sağ olun, təşəkkürlər. Dostlar, mən birazdan üzr istəyirəm Səbirə xanımı qoşacağım efirə. Söhbət zamanı mən bayaq dedim, mən fikirləşdim ki, bəlkə bu dəfə qaldırdılar. Tamaşaçıların biri yazdı ki, nə demək, bu ne sözdür belə, söz atırsan ki, qaldırdılar. Dostlar, deməli, məşhur bir anekdot var, vəkillər arasında çox tez-tez belə təkrarlanır. İki vəkil gedirlər kinoya. Kinonun ortasında belə bir səhnə var. Əsərin qəhrəmanı ağır bir daşı belə işləyir qaldıra, çəpərdən at o tərəfə. Bu məqamda vəkillərdən biri təklif edir ki, gəl məşkələ, mən deyirəm, onu qaldıra bilməyəcək. O deyir ki, gəl məşkələ, mən deyirəm, qaldıracaq. 100 manatdan məşqləşirlər, qaldıra bilmir. Və təklifi verən, mərz təklifini verən udur. Kino qutarır,
Çıxıb gedəndə uduzan çıxarı 100 manatın uzadı ki, gələr. Uduzmuşdun. Deyir, yox, əşi lazımdır, istəmirəm, sağ ol, lazımdır. Deyir ki, yox, niyə uduzmuşam mən? Sən qalib gəlibsən, mərz udubsan, gəlir. Deyir, yox, uduz olmaz. Deyir, niyə ki, uduzsan? Deyir, yox, mən buna baxmışdım, mən bu kinonu görmüşdüm ki, qaldıra bilməm, ona görə dedim, elə belə. O birisi deyir ki, yox, mən də baxmışdım bu kinoya əvvəl. Ama güman elədim ki, bəlkə bu dəfə qaldırdı. Əziz vətəndaşlar, vəkillik peşəsinin, Azərbaycanda vəkillik peşəsinin real vəziyyətini əks etdirən bir anekdotdur bu. Vəkillik peşəsinin Azərbaycanda əsl mahiyyətini, Azərbaycan vəkilliyinin, Azərbaycan məhkəməsinin, Azərbaycan dövlətçiliyinin real vəziyyətini əks etdirən bir anekdotdur bu. Bəlkə bu dəfə qaldırdı. Mən dünən olmuşdum bu məhkəmədə. Mən bilirəm ki, bu məhkəmədə qanun yoxdur. Mən bilirəm ki, hakim mundiri altında gizlənən ya çaqqal, ya tülküdür, ya canavardır, vaşşaqdır. Məqam axtarır, fürsət axtarır ki, ona işi düşən vətəndaşı parçalasın, cibinə girsin, balasını son törəyin onun əlindən alsın. Nişanlıdırsa, nişan üzünü sattırsın. Evlidirsə, ev əmlakın, pensiyasıdırsa, pensiyasını əlindən alsın. Qazidirsə, ona verilən 80 manat alsın. Şəhid ailədirsə, əlində olanı alsın. Mən bunu görmüşəm, dünən görmüşdüm, amma vəkiləm, bugün eyni şey təkrarlayıram məhkəmə. Çünki başqa yolum yoxdur. Başqa məhkəmə sistemi yoxdur. Başqa hakim yoxdur. Məni məcbur ediblər ki, eyni sistemə, eyni hakimlərə dəfələrdən gələm, deyəm, bəlkə bu dəfə ürəklərinə mərhəmət düşdü ki, qanunu əlilədilər. Mən əslən vətənlər, Ərəstun mənim dediyi kimi bilirəm, bu hakimiyyəti gözəl tanıyıram. Gözəl tanıdığıma görə bu rejimin dəyişməsi üçün bütün həyatımı qoymuşam bu yola. Sizlərin vaxtınızı alıram, əsəblərinizi şorlayıram. Sizlə narahat edirəm ki, bu rejimi əldə edib dəyişdirək. Amma mən hərdən inanıram ki, bəlkə bu dəfə adam oldular. Bəlkə bu dəfə kiminsə ürəyində mərhəmət düşəcək ki, orada 13 Azərbaycanlı uşağı ölüm ayağındadılar. Onlar vətənə dönməyi gözləyirlər. Canım, bunu əli və geri gətirir uşaqları. Bəlkə bu dəfə qaldırdılar, deyə bilmirəm. Mən dönə-dönə deyirəm. O ki, qaldı, bu şeyləri deməklə onsuz da həll olmayacaq. Dostlar, mən bunu bilirəm. Və məhz ona görə deyirəm ki, tez-tez bu şeyləri sənə xalq olaraq vəziyyətini dönə-dönə hər gün yadına salam. Çünki sənədən birdən çaşırsan xalq olaraq. Özünü elə aparırsan ki, məsələn, rallidə, idman yarışlarında, COP29 tədbirində, nə bilim, bir də belə bir müğənninin bulvarda oxunması zamanı özünü sən xalq olaraq elə aparırsan ki, sanki hər şey əladır ölkədə, sənin bir problemi yoxdur, sən kef çəkməyə vaxt, məqam axtarırsan. Sənin balanaj deyil, sənin hesabında orada bankda bir 50 min, 100 min dollar yatırımın var. Sən aylarla işləməyə bilərsən, gedib Antalya dincələ bilərsən, gedib Havay adalarında, Qum adasında, nə bilim, nə adasında Mehriban Əliyeva kimi, onun uşaqları kimi dincələ bilərsən, bunun imkanın var. Ona görə də kef çəkirsən. Hərdən sən özünü belə aparırsan. Xaricdən baxan vətəndaş, Alman, Fransız da belə baxır, görür bu millət kef içindədir. Konsertlər, beynəlxalq tədbirlər, prezidentə çəki çalmalar, yaltaqlanmalar. Bunun halı yaxşıdır o millətin. Ona görə mən əslən vətənlər, bilə-bilə ki, hakimiyyət bu işlərin onsuz da görəsi deyil və bilə-bilə ki, sən də bir millət olaraq fərqində deyilsən düşdüyün vəziyyətin və düşdüyün olduğun bu halda məmnunsan, ləzzət alırsan bir mazaxist kimi. Bunu mən deyirəm, təkrarlayıram. Allah qarşısında mən öz vəzifəmi icra edirəm. Sən necə reaksiya verəsən?
Sen öz işindi. O dünyada mən deyəcəm Allah, mən bunları əlimdən bu gəldi, bunu elədim. Bunu dedim, bunu iş gördüm, bunu yaydım, bunu danışdım. Sən nə deyəsən özün bilərsən.